Ayaqlarım şişir deyəsən üçün yeriyə bilmirəm ki. Nə xayrım mən neyniyim mən? Salam. Mən Salyan rayon sakini. Salyan rayon Pambıq kənd sakini Kərimov Cəlil İltifat oğlu. Miyokard infarktı keçirmişəm. Təcili tibbi yardımla məni çatdırıblar Bakıya, hərbi hospitala Papaninə. 3 dəfə anjiyo əməliyyat eləyiblər, açılmayıb. Və buna baxmayaraq məni məcbur qalıb əməliyyat eləyiblər ürəyimlə. Hər iki qıçımdan damarlarımı kəsib çıxardıb ürəyimə tikiblər. 4 damarımı dəyişiblər, 2 klapan təmir olunub. Və 18-ci ildə, 2018-ci ildə əlillik təyin eləyiblər, 5 illik. 5 ildən sonra burada həkimlər Salyandan forma 88 yazıblar, vurublar. Bakıya tibbi ekspertiziya. Oradan imtina cavabı gəlib. Dəfələrlə forma 88 yazılıb, göndərilib Bakıya tibbi ekspertiziya. Buna baxmayaraq yenidən imtina cavabı almışam. Yəni baxışada dəvət ediblər, bir təhər gedib çıxmışam, baxıblar, görüblər ki, həqiqətən də özüməm, əlilliyim var. Həqiqətən də mən açıq ürək əməliyyatı olmuşam. Və buna baxmayaraq deyiblər ki, get, düzələcək. Gəlmişəm evə, gözləmişəm. Bir müddətdən sonra yenə də imtina cavabı gəlib. 220 manat müavinət alırdım. Məndə də əbədi dərmanlardır da, ürək dərmanları, ömürlük. Buna baxmayaraq, onlar mənim əlilliyimi dayandırıblar. 220 manat müavinət alırdım. O 220 manat müavinəti dayandırıblar. Heç yerdən gəlirim yoxdur, köməyim yoxdur, iş qabiliyyətim yoxdur. Ürək dərmanlarımı almaqda çox çətinlik çəkirəm. Xahiş edirəm, mənim 220 manat müavinət verirlər, indi qalxıb olub deyir 250 manat. Eşitdiyimə görə. Xahiş edirəm onu bərpa olması üçün müvafiq orqanlardan kömək istəyirəm. Bəri başdan hamıza minnətdaram. Özlərinin təşəkkürümü bildirirəm. Minnətdarlığımı bildirirəm hamıza. Çox sağ olun, Allah razı olsun. Ümid edirəm ki, çox qısa zamanda haqq öz yerinə tapar, öz yerini tapar inşallah. Mənim də bu müavinətim düzələr. Hamıza bəri başdan təşəkkürümü bildirirəm. Çox sağ olun, Allah sizdən razı olsun. Uzun ömür, can sağlığı arzulayıram. Allah heç kimin başına gətirməsin bunu. Bu ancaq ürək əməliyyatı olanlar bilər, başa düşər. Həkimlər bilir və ən yaxın qohumlarından olan adamlar bilir ki, açıq ürək əməliyyatı olan adamlar nələr çəkir. Allah hamımızdan razı olsun. Bir daha təşəkkür edirəm hamımıza. Ümid edirəm ki, tezlikcə haqq öz yerini tapacaq. Çox sağ olun, bəri başdan minnətdaram hamımıza. Nətərini. Həkimə də gedirəm, deyirəm, ay həkim. Mənim ayaqlarım bu vəziyyətdədir, bədənim şişir, ayaqlarım şişir. Deyir, mən nə qayrım, ay Cəlil. Sənin ürəyin 1/3 hissəsi qalıb, ürəyin doğranıb. Açıq əməliyyat olmuşsan. Mən nə qayrım, deyirəm, ona bu əlac olsun. Açıq ürək əməliyyat olanların deyir, əksəriyyəti beləncə olur. Səndə də belədir, mən nə qayra bilərəm, deyir ona. Nə biləm, valla görək axırımızı nə olacaq. Belə şey olar. Gör nə təşkilsə, ayaqlarımın dərisi, damarları partlamağa qalır, ayağımı yerə basa bilmirəm.